Tələbələr ingilis dili öyrənərkən əslində özlərini çətin vəziyyətə salırlar. Yəni necə? Öyrəndikləri bütün yeni qaydaları, hər bir şeyi müqayisə edərək, yəni Azərbaycan dilində onun qarşılığı ilə müqayisə edərək, xüsusilə də zamanlarda bu çox baş verir. Çünki ingilis dilində əsas 12 zaman var və hamısında Azərbaycan dilində qarşılığı yoxdur. Yəni, indiki bitmiş tamamici zaman budur ki, keçmişdə başlayıb hələ də davam edir. Vəssalam, bunu bu vəziyyətdə istifadə edirik. Artıq onun qarşılığı Azərbaycan dilində şüudi keçmiş zamandırmı, nəqli keçmiş zamandırmı, hansı zamandır ona artıq baxmırıq. Yəni, əsas 3 zamana baxa bilərsiniz, indiki keçmiş gələcək. Digərlərini müqayisə etmirsiniz. Çünki müqayisə etsəniz, burada artıq məntiq pozulacaq. O dildə belədir, bu dildə isə başqa, tamamilə başqa cürdür. Necə varsa o şəkildə də öyrənin. Çünki onsuz da siz izlədiyiniz videolarda bu şeylərə belə rast gələcəksiniz və belə də qavrayacaqsınız. Yəni, əslində ona görə böyüyəndə çox çətinləşir də. Ona görə də uşaqlar üçün dil öyrənmək çox asan olur. Bu arada, əgər valideynsinizsə, uşaqlarınızı bizim ingilis dili danışıq dərslərimizə yazdıra bilərsiniz. Məktəblilər üçün aylıq ödəniş sadəcə 10 manatdır.